Səlis danışmaq üçün 5-ci tövsiyəm. Dialektdən, ləhcədən, aksentdən qurtulun. Bəli, biz hər birimiz hansısa bölgədə böyümüşük. Bakı da daxil olmaqla hər yerin öz ləhcəsi var. Amma ədəbi dili bilmək mütləqdir. Yaxın dostlarımızla, ailə üzvlərimizlə ara sıra, o cümlədən digər qohumlarımızla ara sıra ləhcə ilə danışmaq olar. Amma ədəbi dil bizi daha peşəkar, daha ciddi, daha savadlı, daha dünya görüşlü göstərir. Hər ikisini bilməyiniz yaxşıdır. Dialekt sözlər yalnız müəyyən bir bölgə üçün xarakterik olan ifadələrdir. Onlar bizim izahlı dilçilik lüğətində yer almayıb. Argolar var. Mənası olmayan kəlmələrdir. Tutaq ki, pərt vəziyyətə düşəndə deyir ki, təkərə düşdüm. Birini telefonda gözlədirsə deyir, xəttə qal. Xəttə saxladım, ya da qırıl, qız tutmaq, filankəsi fırlatmaq, belə ifadələr. Bunlar sizi həqiqətən də qeyri-peşəkar göstərəcək. Əgər istifadə eləyirsinizsə, həmin alaq otlarını da təmizləməyi tövsiyə eləyərdim. Bu mövzu ilə bağlı vurğulamaq istədiyim digər məsələ varvarizmlərdir. Varvarizmlər xarici dillərdə olan, dilimizin lüğət tərkibində yer almayan ifadələrdir. Tutaq ki, siz Azərbaycan dilində danışırsınız, amma cümlənin əvvəlində, axırında, ortasında deyirsiniz. Уже, даже, неужели, кстати, между прочим, окей, tamam, arkadaş, bir tanem və s. Bu sözlərin heç biri bizim lüğətimizdə yoxdur. Ara sıra mən özüm zaten kəlməsindən istifadə edirəm. Zaten bizim lüğətdə var. Türklərin kalabalıq dediyi söz bizim lüğətdə qələbəli kimi öz əksini tapıb. Bəzi sözlər arasında oxşarlıq var. Bu o demək deyil ki, həmin ifadə varvarizmdir. Yəni hansı dildə danışırsınızsa elə o dildə danışın.